Bilirik ki, müğənnilər səhnədə musiqiçiləri, aparıcılar operatorları, montajçıları, həkimlər isə tez-tez bu komanda işidir deyərək əməliyyatda iştirak edən həmkarlarını tərifləyirlər. Sizcə bu səmimi bir təşəkkürdürmü, yoxsa həmrəyliyi qorumaq, heç kimi incitməmək üçün deyilmiş diplomatik bir ifadədirmi? Həqiqətən tək işləmək mümkün deyil. Həkimlikdə elə peşələr var ki, orada bütün etapları bir həkimin üzərinə eləmək olur. Misal üçün, dəri zöhrəvi həkimləri. Kifayət qədər təcrübəli həkim özü baxır, özü müayinə eləyir, özü diaqnozu qoyur, özü müalicə eləyir, özü də nəzarət eləyir. Lakin müasir tibb və əsasən də protokol buna imkan vermir. Siz mütləq laboratoriyadan istifadə eləməlisiniz, digər yardımcı instrumental müayinələrdən istifadə eləməlisiniz. Və ən vacib sahələrdən biri cərrahiyyə sahəsində, bəli, bu bir istehsalatdır. Burada tək cərrah heç nədir, heç kimdir. Əgər əməliyyatdan öncə terapevtlər onu hazırlamasalar xəstəni, əməliyyatdan öncə anestezioloqlar o xəstəni əməliyyat üçün hazırlamasalar, əməliyyat zamanı asistentləri yardımcı olmasalar, əməliyyatdan sonra reanimatoloqlar xəstəni vəziyyətdən çıxartmasalar, həkimin işi sadəcə olaraq bu bir zəncirdə bir xalqadır. Xalqa hansısa bir yerdən qırılsa, zəncir bütövlükdə məhv olar. Ona görə də bu məqamda bizim insanların tək cərrahdan hansısa bir uğuru və uğursuzluğu görmək doğru deyil. Bu bir komanda işidir və ona görə də doğru məkanda, doğru müəssisədə, doğru komanda ilə, doğru həkimlə iş görmək lazımdır.